Gəlin sizə işğalçı Rus ordusunun canına qorxu salıb 5000 əskərini tələf edən difai ordusundan xəbər verim. Tarix boyu Ruslar Azərbaycanı işğal etmək üçün sayısız əskərini tələf edib. Azərbaycanın şərəf sahibi oğulları içəridə xainlərə, çöldə onların hamilərinə qarşı hər daim mübarizə aparıb. Elə bu mübarizələrdən birisi məşhur Şamxor hadisəsidir. Məşhurluğu Ruslara daha çox məlumdur. Çünki bizə Sovet boyunca bunu ideolojik lehlərinə uyğun yalanlarla anlatmağa çalışıblar. Ancaq Azərbaycan türkləri Ruslar üçün utanc, bizim üçün şərəf tarixi olan bu anı qanları ilə qazıyaraq həkk ediblər. Yəni qırmızı şeytan nə etsə də o anları silə bilmədi. Deməli 1-ci Dünya müharibəsindən çəkilmək məcburiyyətində qalan Rus imperiya ordusu cəbhədən ayrılıb dönərkən Azərbaycan ərazisində Şamxor stansiyasında tərk silah olunmaları üçün eşalonları dayandırılır. Rus tarixinin bu utanç verici hadisəsi 1918-ci ildə yanvar ayında baş verir. Daha Azərbaycan Xalq Cümhuriyyəti azadlığını elan etməmişdi. Ancaq Azərbaycanın bu milli dövlətini ərsəyə gətirən beyinlər Tiflisdə digər Qafqaz xalqları ilə bir araya gələrək Zaqafqaziya Komissarlığı adında bir dövlət qurumu ərsəyə gətirmişdilər. Burada gürcülər və ermənilər vardı. Hər nə qədər haylar Qafqaz xalqı olmasalar da yalançı varlıqlarını doğrulamağa cəhd edirdilər. Qurum 15 noyabr 1917-ci ildən 10 fevral 1918-ci illərə qədər fəaliyyət göstərmişdi. Daha sonra gürcülərin Osmanlı dövləti ilə anlaşa bilməməsi səbəbindən dolayı qurum dağılmış, yerində ayrı-ayrı müstəqil dövlətlər yaranmışdı. Gələk Şamxor hadisəsinə. Müsəlman korpusunda müasir silah çatışmamazlığından dolayı Bakıya doğru gedən bu silahlı karvanın tərk silah edilməsi qərarı alınır. Ukraynadan qatılan əskərlər silahlarını problem çıxarmadan təslim edib, qarşılığında yeyəcək alaraq yollarına davam edirlər. Ancaq bolşevikləşmiş növbəti eşalon öz silahlarını təslim etmək bir tərəfə qalsın, Ukraynalıların təslim etdiyi silahlara da əl qoymağa cəhd edirlər. Elə bu silahlı cəhd 3 gün çəkəcək böyük silahlı qarşıdurma meydana gətirir. Hər zaman olduğu kimi Ruslar əllərindəki toplarla ətraf kəndlərə atəş açaraq günahsız insanların ölümünə səbəb oldular. Zaqafqaziya Komissarlığının yolladığı 10.000 nəfərlik Azərbaycan Türk ordusuna Maqalov soyadında gürcü əsilli polkovnik başçılıq edirdi. Hərbi eşelonların tərki silah olunmasında polkovnik Süleyman bəy Əfəndiyevin komandir olduğu 5-ci Yezavetpol nişancı alayı və Azərbaycanın gələcəkdəki əks kəşfiyyatla mübarizə təşkilatının rəhbəri Nağı bəy Şeyx Zamanlının komandanlıq etdiyi könüllülər, yəni köhnə difaiçilər yaxından iştirak edirdi. Bu savaşdan sonra Rus ordusundan 20 top, 70 pulemyot, 15.000 tüfəng alındı. Hər nə qədər bu 5.000 söhbəti Sovet Rusiyası tərəfindən şişirdilmiş olaraq xalqa anlatılmağa çalışılsa da, bizim tərəfimizdən heç bir problem ərz etməz. Bu hadisə Rus tarixinə Şamxor qırğını olaraq keçib. Yaxşı, bəs Azərbaycan üçün bu hadisənin önəmli nəticələri nə idi? O idi ki, müsəlman korpusu silah-sursatla təchiz olundu. Və ən əsası da bolşevik ideologiyasına bürünmüş bu eşalonlar öz ideologiyalarının dəstəklənməsi üçün Bakıdan kənarda möhkəmlənmək istəyirdilər. Bu baş tutmadı. Əlavətən Şəmkir-Bakı marşrutunda hərəkət edən bolşevik təbliğatına uymuş eşalonlar dəmir yolu boyunca yerləşən əsas stansiyaları tutmaqla vəziyyəti bolşeviklərin xeyrinə dəyişə bilərdilər. Sonradan onların qarşısını almaq qeyri-mümkün olardı. Bu uğurda şəhid olan bütün vətən oğullarını, qəhrəman difaiçilərimizin ruhlarını şərəflə yad edirik. Dininizi hər zaman diri tutun. Sizi ondan başqa qoruyacaq heç bir şeyiniz yoxdur. Kin, doğru hədəfə yönləndirildiyində ən müqəddəs qoruyucu silahdır.